Deməli bu günlərin Namidin günüdür. Namidin gəlmişik, təzə obyektini çəkirik. Xeyirli olsun mənim qardaş. Obyekt 5 mərtəbədən ibarətdir. Hal-hazırda remont işləri gedir. Mən günlərlə Bakının restoranlarını, Targovunu və tanınmış böyük restoranları gəzmişəm, küçələri gəzmişəm. Qeyri-adi bir məhsul görüb, o məhsulu elektrikdən çevirib hansı formaya salmağın canlandırmışam. Misal üçün Targovoda kitablar görmüşəm şüşənin qabağından asılı. O kitabları baxmışam onu necə eləmək olar bizim elektrik showroomda yaratmaq olur. O kitabların yerinə spotları qoymuşam. Eyni zamanda bizdə də həmən sallantılar olacaq. O kitabların yerinə bizim spotlar sallanacaq. Spotları biz orada vitrin olaraq qoyacaq. Və bir şeydə ağac görmüşəm dükanın içində. Ağacdır, günəş birbaşa ona baxır, o şeyi burada yaradacaq. Harada olacaq o? Bir dənə zəhmət olmasa, bu yeri qoyuruq burada. O şeyi burada yaradacağım. Bəli. Oradan günəş çıxır onun üstünə, oradan işıqlar yanır. Ağacın da dairəsi var, içində işıqları var. Bir restoranda gördüm ki, yellanquç var taxtadan. Divanda amma ipdən sallanıb yellanquç şəkil. Onu da düşündüm necə eləmələr. Burada qeyri-adi bir şey olsun. Kimsə ailəsi ilə gələr, uşaqla gələr. Ümumiyyətlə bir görkəmimizə gözəllik qatsın deyə onu da burada yelləncək olaraq düzəldəcəyik.